Neler baş verir? Fermer sütün litrini ondan 15 qəpiyə aldıqları üçün o da sütü satmır, imtina edir. Çölə, nə bilim, hara tökür ki, atır ki, satmıram 15 qəpiyə. Deyir, mən 15 qəpiyə bu sütü 15 qəpiyə hazırlamıram, axı milyonlar xərcləyirəm, gəlir, nə bilim, marketlər, xüsusi şəbəkələr var da, şirkətlər var, gedirlər 15 qəpikdən südləri belə yığırlar da, məlumatım var, qapı-qapı, həyət, rayonların özündə belə mərkəzlər var, o südlər aparır, ora təhvil verir, litri 15 qəpiyə. Gətirib o südü bizə bilirsiniz də, neçəyə satırlar litrini? Etməyin birini. Süd var ki, litrini 4 manata, 5 manata satırlar bizə, 15 qəpiyə aldıqları südü. Bəli, artıq nazirlik də buna belə reaksiya verib də fermerlə bağlı. Azərbaycanda fermer ona məxsus südün litrinin 15 qəpiyə alındığını iddia edərək qiymətdə etiraz edib. Axar nöqtəyə istinad edirəm. Fermer südün bu qiymətə alınmasını çəkilən xərcləri qarşılamadığını bildirib. 15 qəpiyə alınan südə maya əlavə edib 5 manata satırlar. Maya, yəni su, nə bilim nələr, digər nələr, belə olmaz. Axı, mən qapı-qapı düşüb süd satmalıyam. Dünyanın harasında 15 qəpiyə süd var. Fermeri bildirib, can, fermer qardaş. Biz də burada gileylənir ki, o fermer niyə o südü 5 manata satır, bizə 6 manata satır 1 litrini. Biz günahı sizdə görürük, sizdə günahı. O çəkilən xərcləri qarşılamaq üçün südün litrinin ən azı 1 manata alınmasını təklif edib. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyət ilə Əlaqədar və İnformasiya Təminatı şöbəsinin müdiri Ramin Qurbanov bildirib ki, fermer bununla bağlı daha bir video çəkərək paylaşıb və məsələ artıq razılaşdırılıb. Onun sözlərinə görə dövlət tərəfində fermerə dəstək göstərilməsi nəzərdə tutulur. Ramin Qurbanov qeyd edib ki, Nazirlik iyun ayında südə dövlət dəstəyi ilə bağlı açıqlama verib. Südə. Nə südə? Bu cümləni başa düşmədim. Subsidiya Şurasının iclası keçiriləcək və həmin iclasda fermerlərlə hansı həcmdə dəstək veriləcəyi ilə bağlı dəqiq qərar qəbul olunacaq. Fermer artıq yaydığı növbəti video dəstəyə görə hər kəs o cümlədən rəsmi qurumlara təşəkkür edib. Elə izləyicilərə də hörmətli fermer təşəkkür edir ki, sizin yanınızda olub. Yenə də deyirəm, əgər hörmətli fermer, siz 1 manata satacaqsınız südü, bizə də 10 manata verəcəklər o südü. Marketlərdən biz 10 manata alacağıq. Heç olmasa 15 qəpiyə verirdiniz, biz litrin 5 manata alırdıq. Belə, Allah insaf versin, o pulu o qədər çox yığıblar ki, qoymağa yer tapmırlar. Amma hər dəqiqə qiymətləri qaldırırlar. Allah ürəyinizə insaf versin.